Salam, hər vaxtınız xeyir olsun. Səhər səri tezdən gələn kimi hələ yol üstü. İnanırsınız ofisə keçməmişəm. Sizi salamlayıram Mərdəkandan. Dünən külək var idi. Çox qəşəng bir hava var. Maşallah yaz gəlir də. Sezon başlayır. Zəng elədim Natiqə, Natiq dur, dayanma, gəl. Bizim bu Mərdəkan Buzovna yolunun üstündə Nəlbəki restoranı açıb təzə. Onun üzbəyiz rahat market var, supermarket var. Sonra onu keçiririk qarşıya. Dalğa Bişdi, Dalğa Arenadır, Sunrise'dır, Dükan restoranıdır və Vətən restoranıdır. Buna yaxın bir ərazidə sizə gözəl bir 2 mərtəbəli bütün əşyalarla birlikdə bir ev təqdim edəcəm. Keçirik hal-hazırda biz həyətə. Gəl. Avtomatik olaraq darvazası var. Əlbəttə ki, sənəd haqqında danışmayım, çünki mən bir mənalı olaraq deyirəm ki, sənədsiz ev çəkib sizlərə paylaşmıram və paylaşmayacam da. Yəni ki, sizdən çox xahiş edirəm. Kimlərin evi varsa satışda, kimlər satışa evlər təqdim edirsə, sənədli evlər bizə deyin, gələk çəkək, müştərilərimizə təqdim eləyək, sataq. Sizlər üçün. 2,5 sotun içərisində inşa olunub. Amma o qədər gözəl, geniş bir yer qalıb ki, həyətdə. Həyətə 2 maşın, yəni nağd da yox, 3 maşın da yerləşər. Yəni 100% deyirəm. O gün bir çəkiliş eləmişdim. Demişdim orada 10 dənə maşın yerləşər. Sonra səhvimi düzəltdim, amma yenə deyirəm. Bir də sizə söyleyeyim. Bugün səhər-səhərdə mənə zəng eləmişlər. Bəlkə də bu adam indi məni eşidəcək, ad çəkmirəm. Bizdən çoxdan ev alanlar, bizdən ev almaq istəyənlər, bizi izləyənlər, hamı bizi bəyənir. Sizlərə təşəkkür edirik. Sizlərə çox-çox minnətdarıq. Keçək indi isə evin üzr istəyirəm qarşısına, evin baxın qarşısında belə bir verandası var. İndi bilmirəm, mən veranda deyirəm, teras deyirəm, kim necə istəyir. Burada su hövzəsi qoyulub, altı hamısı dolablardır. Həyətdə bir dənə manqal yoxdur, ondakı ev sahibi barbekü aparatı alıb qoyacaq sizlər üçün. Narahat olun, o problem deyil. İndi isə keçirik, evin hamısı monolit betondur. Yer, ara kəsmə, tavan, hamısı monolit betondur. Burada keyfiyyətdən heç nə danışmaq olmaz. Yəni keyfiyyətə heç kim, yəni burada başqa bir şeydir. Buyurun, keçirik evin daxilinə. Bax, Natiq, biz hal-hazırda evin 1-ci mərtəbəsinin qonaq otağındayıq. Qonaq otağında kiçik bir dairəvi masa var. TV-stand, gözəl bir, böyük bir TV-standdir və böyük bir televizor qoyulub. Sonra kondisioner, hər şey var. Bu evdə yox deyilən bir şey yoxdur. Yəni lazım olan yox deyilən bir şey yoxdur. 2 mərtəbə, keyfiyyətli tikili, qabyuyan maşınından tutmuş, kondisionerlərə qədər hər bir şey burada mövcuddur. Sadəcə paltarları, qab-qaşığı götür, gəl bura, otur, yaşa. 4 fəsil yaşa, 4 fəsil. Bax, burada ümumi girişdə belə bir asılğan da var. Asıblar buradan. 1-ci mərtəbədə deməli sizə bir söz deyim də. 1-ci mərtəbədə məlumat verim sizə. Ümumi yaşayış sahəsi 200 kvadratdır. Qonaq otağıdır, ümumi sanitar qovşağıdır. Çamaşırxanadır, texniki otaq, bir də ki mətbəx otağıdır. Mətbəx otağına bax, sobalar, su hövzəsi, qaz sobası, qab yuyan maşın, soyuducu, baş üstü. 2 gözlü soyuducu, tam mərkəzdə böyük, geniş bir masa var, yemək masasıdır. Televizordur, damafon, siqnalizasiya, hamısı polisə birbaşa bağlantısı var, kamera xəttləri, hamısı qoşulub. Polislə müqavilə də bağlanılıb, əziz izləyicilər. Baxın, keçək, bir evin ki, texniki otağı, bəzi müştərilərimiz görən kimi bilir ki, bu evdə nə var, nə yox. Baxaq. Bax, boiler sistemidir, bütün istili sistemi, motorlar, kombi aparatı, hamısı qoyulub, hamısı yığılıb. Paltar yuyma maşını da bura qoyulub. Buradakı hamısı dolablardır, istifadəyə üçün, necə istəyirsən. Siqnalizasiya, Wi-Fi, hamısı baxın, mərkəzləşdirilib bura yığılıb. Elektrik şiten buradadır. 1-ci mərtəbənin özünün sanitar qovşağı, yuxarıda 3 dənə yataq otağı var, üçünün də özünün sanitar qovşağı var. 3 dənə yataq otağı, üçünün də özünün sanitar qovşağı var. 4 dənə sanitar qovşağı evin daxilindədir. Gəl pilləkən qəfəsi ilə qalxaq 2-ci mərtəbəyə. Qəşəng hündür tavana malikdir. 2-ci mərtəbə vəbşə hündürdür. Divarda yığılan taxtalar hamısı şifon taxtalardır. Qəşəng bir pilləkən qəfəsi var, çox gözəl və 2-ci mərtəbənin dəhlizidir. Burada bəzənmə stolu qoyulub, bunun qabağına pufiklər qoyub, oturub burada
bəzənə bilərsiniz. Onu da biləcək, bütün hər mərtəbədə, hətta həyətdə də internet gücləndirici var. Bu birinci yataq otağı. Baxın, yenə deyirəm, yataq otağında bəzənmə stolu, kondisioner, televizor, TV stand, dolab, yataq dəsti, baxın, ədyal, yorğan, plastina döşəyinə qədər. Və daxilində sanitar qovşağı. Hamısı divarıçı çəkilib, hamısı keyfiyyətli. Burada keyfiyyətdən yəni ki, danışmaq mümkün deyil. Ola bilər, zövqlər ayrıdır, rəng seçimləri ola bilər, amma keyfiyyətə söz ola bilməz. Bəli, baxın, gözəl bir görüntüsü var. Hətta buradan bizim Xəzər dənizinə də görüntü var, az da olsa. Onu da bildirim sizə. Televizordur, dolabdır. Sonra bəzənmə güzgüsü görün, boyda aynası stolu və daxilində sanitar qovşağı, kondisioner də ki, əlbəttə ki, hər bir otaqda var. Evin qiyməti 440.000 manatdır. Startdır, başlanğıcdır, yaxşı endirim olunacaq. Əzizlərim, torpağın da, evin də kupçası var, bütün sənədlər qaydasındadır. Qazı, suyu, işığı, interneti, Wi-Fi, texniki, nə bilim, şərtləri, hamısı qaydasındadır, əzizlərim, hamısı. Baxın, nə gözəldir. Bura bir otel tipli də olsa, amma çox gözəldir. Yəni, rəng seçimləri falanları hamısı gözəldir. Allah alana da xeyir versin, satana da inşallah kimə qismət olarsa xeyirli günlər keçirsin burada, xeyirli ilə yaşasınlar. Əzizlərim, təşəkkür edirəm sizə. Səhər-səhər Mərdəkandan bir gözəl evində çəkilişini elədik, sizlərə təqdim elədik. İnşallah görüşmək ümidi ilə sizlərlə ayrılıram.